Mənə pisdir. Mən elə gəlir ki, mən istedadsızam. Heç nəyə həvəsim qalmayıb. Aha. Uçmaq, uçmaq. Ulduzlarsa yenə də çox uzaqda. Boşluqdur. Oo. Gündüz, gecə, gündüz, gecə, gündüz, darıxdırıcıdır. Prinsip etibarilə hər şey normaldır. Təcrübələrin nəticələri olduqca maraqlıdır. Tədqiqatlar vəd edicidir. Amma mənə elə gəlir ki, bu divarlar məni sıxır. Ulduzlar, ulduzlar. Amma hərdən ot üzərində qaçmaq istəyirəm. Qışqırmaq, xoruldamaq istəyirəm. Aha. Deməli belə, bütünlükdə mənzərə tamamilə aydındır. Bütün simptomlar adidir. Bu yüngül kosmik ruhi sarsıntıdır. Vəssalam. Ruhi sarsıntı? Vay, mən ölürəm. Təhlükəli heç nə yoxdur. Bu müalicə olunur. Sadəcə ilıq vanna qəbul eləmək və özünüz üçün kiçik bir bayram təşkil eləmək lazımdır. Bayram? Bayram, bayram. Aa. Bütün dövrlər üçün sabun operası. Ay, vay, vay. Bayram, 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 bayram. Hoppa. Burada nə baş verir, ha? Necə yəni nə? İlıq vanna, bayram və heç bir ruhi sarsıntı olmamaq. Mən heç nə başa düşmürəm. Axı nə vanna, axı nə bayram. Bu nədir? Siz bütün sabunları köpüklərə sərf eləmsiniz. Ya, bir də şampunu, yaxşı köpüydü. Axı siz özünüz bizə ilıq vanna və bayram yazmışdınız. Depresiya üçün. Çox gözəl terapiyadır. Müalicə təsirini göstərir. Sizə görə çox şadam. Amma sabunsuz bizim sağlamlığımız böyük təhlükə qarşısında qala bilər. Mənə elə gəlir ki, siz sabunun imkanlarını şişirdirsiniz. Bizim təmizkar dostumuz. Şişirdirəm? Əgər sabun olmasaydı, onda bütün insanların kökü kəsilərdi. Nədən? Ruhi sarsıntıdan? Ay, elə ondan da. Birinci sabunu hələ uzaq ibtidai dövrlərdə kəşf eləyiblər. Düzü, onu sabun adlandırmaq olmazdı. Bunu təsəvvür eləmək belə çətindir. O zamanlar sadəcə adi gillə yuyunurdular. Amma bu cür yuyulmadan daha da çirkli olarsan. Əsla yox. Gil özünün sabun rolunun ötəsindən əla gəlirdi. Amma sabun kəşf olunduqdan sonra da insanlar yenə də öz gigiyenalarına o qədər diqqət yetirmirdilər. Ona görə də orta əsrlərdə bu pintilər böyük şəhərlərdə yaşamağa başladıqdan sonra onların ömürləri elə də uzun deyildi. Axı sıx məskunlaşmış şəhərlərdə yolxucu xəstəliklər çox sürətlə yayılır. Beləliklə, yalnız 19-cu əsrin ortalarında nəhayət ki, sanitar inqilabı baş verdi. Hamı başa düşdü ki, əllərini tez-tez sabunla yumaq və yalnız təmiz su içmək lazımdır. Bunun sayəsində artıq 20-ci əsrdə insanların ömrü daha 30 ilə qədər uzandı. Aydındır, aydındır. Təmizlik sağlamlığın rəhnidir. Amma kosmosda sabun nəyə lazımdır? Burada onsuz da mikrob və bakteriyalar yoxdur. Əl-üzümüzü isə adi su ilə də yumaq olar. Heç bir ruhi sarsıntı olmamaq. Ulduzlar da o qədər uzaq olmamaq. Kosmosun dərinliklərində 2 həftə sonra. Mənə pisdir. Mənə elə gəlir ki, mən istedadsızam. Qaşınıram. İşığı yandırmaq lazım deyil. Mən yəqin ki, biraz xəstələnmək. Mənə gəzmək çətindir. Ayaqlarım döşəməyə yapışmaq.
Prinsip etibarilə hər şey normaldır. Təcrübələr, tədqiqatlar, elmi göstəricilər. Amma məncə üzərimdə nəsə gəzir. Oy! Çirkli, temiz. Çirkli, temiz. Ay, hamınız məni rahat buraxın. Mən donuzam. Aman tanrım. İndi siz sabunun bizim həyatımızdakı vəzifəsini başa düşürsünüz? Axı bu sabunda belə önəmli olan nədir? Biz niyə onsuz təmizlənə bilmərik? Yaxşı sualdır. Siz heç vaxt hiss eləməmisiniz ki, əllərinizin çirki sabunsuz qat-qat daha çətin yuyulur. Nəyə görə? Bu ona görə belə baş verir ki, yağla su düşməndilər. Çünki onların molekulları tamam müxtəlifdir. Yağ suda qətiyyən ərimir. Onu yumaq mümkün deyil. Suyun molekullarında yağın molekullarına yapışmaq üçün heç nə yoxdur. Yağ damlasına yapışıb onu dəridən qoparmaq üçün xüsusi qarmaq lazımdır. Elə sabunun uzun molekulu da məhz bu qarmaq rolunu oynayır. Onun bir ucunun elektrik yükü yoxdur. O bir ucundakı yüksə mənfidir. Onun yükü olmayan ucu yağın molekuluna, mənfi yüklü ucusa suyun molekuluna yapışır. İndi yağ heç yerə qaça bilməz. Çox vaxt sabunun molekulları yağ damlasını, yaxud balaca pi parçasını hər tərəfdən mühasirəyə alır və onun ətrafında kürəcik yaradır. Bu cür kürəcik misella adlanır. Biz əllərimizi, yaxud paltarlarımızı yuyanda sabunlu suda dərimizdən və paltarlarımızdan yağla kir parçalarını qoparıb aparan milyonlarla misellalar yaranır. Misellalar eyni zamanda xəstəlik törədən bakteriyaları da qoparır. Axarsu isə bu misellaları çirk və bakteriyalarla birlikdə yuyub aparır. Biz də yenidən tamamilə təmiz oluruq. Yaxşı, biz neyniyək? İndi sabun molekullarsız çirkli gəzəcəyik? Məyər biz sabuna əvəz tapa bilməyəcəyik? Əvəz haqqında düşünmək nəyə lazım? Sadəcə bu sabun molekulunu başqa yerdə tapmaq lazımdır. Bizim iti ağıllı dostumuz tamamilə haqlıdır. Axı bu molekullar istənilən yerdə yerləşə bilər. Hətta, bilirsiniz, hətta bizim daxilimizdə də. Necə yəni daxilimizdə? Məsələn, onlar bizə nəfəs almağa kömək eləyir. Biz sabun molekullarından yalnız yuyunanda yox, həm də nəfəs aldığımız zaman istifadə edirik. Əvvəlcə hava traxeyamızla hərəkət eləyir. Sonra isə saysız hesabsız borucuqlar, bronxlarla və nəhayət yüzlərlə milyon elastik qovuqcuqları alveolları doldurur. Alveolların vasitəsilə oksigen bizim qan damarlarımıza daxil olur və orqanizmimizə yayılır. Biz hər dəfə nəfəs alanda alveolları hava ilə doldurur və buna çoxlu enerji sərf edirik. Məsələ bundadır ki, alveolların daxili səthinin üzündə çox nazik maye qatı var. Əgər bu maye qatı yalnız su molekullarından ibarət olsaydı, onda bizə bu qovuqcuqları şişirtmək elə də asan olmazdı. Su molekullarının hər biri bir tərəfdən müsbət, digər tərəfdənsə mənfi yüklənib. Ona görə də onlar var gücləri ilə bir-birini cəzb eləyir. Xoşbəxtlikdən təbiət hər şeyi əvvəlcədən nəzərə alıb. Ağciyərdə məxsusi sabun molekulları sintez olunur. Onlar su molekullarının arasına düzlənir və onların qarşılıqlı cazibəsinin gücünü azaldırlar. Biz məhz buna görə belə asan nəfəs alırıq. Biz sadəcə ağciyərlərimizin içindəki sabun köpüklərini şişirdirik. Deməli, deyirsiniz ki, bizim daxilimizdə sabun molekulları var? Yaxşı, onda biz kimlə sabun pişirməliyik? Hə, belə işlər. Aha. Yox. Biz hələ ki, heç kimlə sabun bişirməyəcək. Mən burada təsadüfən ulu nənəmin bir sirrini xatırladım. Mənim yaddaşıma nə olub? Necə olub ki, dərhal yadıma düşməyib? Budur. Bu bizə yuyunmağa kömək eləyər. Axı bu nədir belə? Bəlkə belə biz daha çox bulaşarıq. Mənim ulu nənəm heç vaxt səhv eləməyib. O deyirdi ki, yumurtanın sarısı təmizkarın ən yaxşı dostudur. Siz düz deyirsiniz. Necə olub ki, mənim ağlıma gəlməyib? Axı yumurtanın sarısında lesitin var. Hə, düzdür. Lesitinin molekulu 200'lüdür. Onun bir ucunda elektrik yükü var.
digər ucu isə tamamilə neytraldır. Lesitinin ikiyüzlülüyü ona eyni zamanda yüklü ucu ilə su, neytral ucu ilə isə yağ molekulu ilə birləşməyə imkan verir. Tanış mənzərədir. Bir sözlə desək, lesitinin molekulları öz xassələrinə görə sabun və şampunun molekulları ilə çox oxşardır. Bundan belə çıxır ki, yumurta sarısı ilə saçları yumaq olar. Əlbəttə, əgər yumurta sarısı təzədirsə. Təmiz olmaq necə də yaxşıdır. Çox gözəl. Bilirsiniz, bu yerdə mənim yadıma Puşkinin bir şeiri düşdü. Qulaq asın. Budur o, hamamdan çıxır bayıra, geyini bəyninə ipək zərxara. Bilirsiniz, mən... Bir dəqiqə diqqət yetirin. Mən burada budur. Yeri gəlmişkən bir neçə sətir yazmışam. Təmizlik, sağlamlıq rəhni, qaşındırmaz heç vaxt səni, duşa salıb məni çimdir, ruhum təmiz, ləkəsizdir. Hə, necədir? Oy, mən bilmirəm. Nəsə düz gəlmir. Afərin, afərin, çox istedadlısınız. Siz nə deyirsiniz? Heç də pis deyil. Qut, yaxşı şairdir. Hətta çox gözəldir. Mən sağlıq təklif eləyirəm. Bizim xilaskarımızın sağlığına, Savunyanın. Bəs Savunya hardadır? Zigmund, mən ruhi sarsıntıdayam. Hamı razıdır, xoşbəxtdir, heç bir problemləri yoxdur. Bəs onda mən neyniyim, hə? Corab toxuyum? Zigmund! Cizgi filmini dublaj etdilər.